The passage and answer questions. Mətni oxuyun və sualları cavablandırın. The World Science Fair, a large public event, is an annual event that brings together scientists, researchers, and technology enthusiasts, a person who is very interested in a particular activity or subject from all over the world. Ümumdünya elm sərgisi dünyanın hər yerindən elm adamlarını, tədqiqatçıları və texnologiya həvəskarlarını bir araya gətirən illik tədbirdir. It was first held in 2010 and has since taken place in different countries each year. İlk dəfə 2010-cu ildə keçirildi və ondan bəri hər il müxtəlif ölkələrdə keçirilib. The fair is organized by the International Science Foundation in collaboration with universities, research centers and the tech companies. Yarmarka Beynəlxalq Elm Fondu tərəfindən universitetlər, tədqiqat mərkəzləri və texnologiya şirkətləri ilə əməkdaşlıqla təşkil olunur. Its main goal is to make science more accessible to the public and encourage young people to explore scientific careers. Onun əsas məqsədi elmi ictimaiyyət üçün daha əlçatan etmək və gəncləri elmi karyeralarını kəşf etməyə təşviq etməkdir. At the event, visitors can attend science talks, participate in hands-on experiments, and watch live demonstration of the latest inventions. Tədbirdə ziyarətçilər elmdə iştirak edə, praktiki təcrübələrdə iştirak edə və ən son ixtiraların canlı nümayişlərini izləyə bilərlər. There are also special activities for children such as robotics workshops and interactive space exhibits. Həmçinin uşaqlar üçün xüsusi fəaliyyətlər, yəni robototexnika seminarları və interaktiv məkan eksponatları var. The fair hosts competitions in 6 categories, where students and young innovators present their scientific projects. Sərgidə tələbələr və gənc inovatorlar öz elmi layihələrini təqdim etdikləri 6 kateqoriya üzrə müsabiqələr keçirilir. The best projects receive awards, scholarships and mentorships opportunities from experts in the field. Ən yaxşı layihələr bu sahədə ekspertlərin mükafat və təqaüdlərini, eləcə də mentorluq imkanlarını alırlar. Mətnimizlə əlaqəli ilk sualımıza diqqət edək. What is the passage mainly about? Mətn əsasən nə haqqındadır? Qeyd etdiyimiz kimi mətndə əsas məlumat Dünya Elm Fondu ilə bağlı, yəni elm yarmarkasının məqsədi və fəaliyyəti ilə bağlı idi. Biz isə bunu A variantında görürük. The activities and the goals of the World Science Fair. A variantı doğru cavabdır. B variantında Development of Robotics Technology, robototexnika texnologiyasının inkişafı. Bu haqda mətnin son hissəsində məlumat var, yəni ümumi ad ola bilməz. The importance of science in daily life, gündəlik həyatdakı elmin vacibliyi, yenə ümumi mətn bu haqda deyildi. The achievements of young scientists, gənc alimlərin uğurları. The history of the International Science Foundation, Beynəlxalq Elm Fondunun tarixi. Və ümumi mətnimizdə əsasən tədbir və tədbir sayəsində olacaq və onun məqsədləri nədir, bu haqda məlumatlar verildiyi üçün A variantı doğru cavab götürülür.